Doğma yurda köç etmiş sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir, yenidən qurma işlərini davam etdirir. Xocalı və Xocavənd rayonlarının bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur. Xocalı və Xocavənd rayonlarının 30-a yaxın kəndinin daxili və xarici elektrik təsərrüfatının yenilənməsi işləri görülür. Kəndlərdə 100-ə yaxın müxtəlif güclü 35-04 kilovoltluq KTM-lər quraşdırılmış, 35 kilovoltluq müasir tipli dəmir dayaqlar bastırılmış, 35 kilovoltluq Sipus markalı kabel xətləri çəkilmişdir. Kəndlərin daxilində olan 0.4 kilovoltluq şəbəkənin yenilənməsi üçün müasir tipli dəmir dayaqlar bastırılmış, 0.4 kilovoltluq kabel xətləri çəkilməkdədir. Xocalı şəhərində 10 müasir tipli müxtəlif gücdə kompleks transformator məntəqəsi quraşdırılıb. Yenidən qurma işləri rayonun Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xan Yurdu kəndlərində başa çatıb. Həmçinin Şuşa kənd və Xanobad kəndlərində 35 kilovoltluq özünü daşıyan izolyasiyalı naqillər çəkilişi davam edir. Yaşayış qurub yaratmaqda İşıq böyük rol oynayır. İşığın olmağı çox vacibdir. Böyük bir xətt çəkilir, transformatorlar çoxalıbdır. Prezidentimizə minnətdarıq. Allah prezidentimizə uzun ömür, can sağlığı versin. Bir ildir yığılmışıq bura, Allah'a şükür. İşığımız da qəşəng normalda yanır. Xocavəndin Hadrut, Qırmızı Bazar qəsəbələri, Sos kəndinə köçürülən ailələr də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Sözü gedən yaşayış məntəqələrində elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı, həm də mövcud 10 və 35 kilovoltluq hava xətlərində güc transformatorlarında təmir bərpa işləri aparılır. Smart sayğaclar quraşdırılıb. Hazırda şəhər ilə yanaşı Çörəkli, Güney Xırman, Qarakənd, Quzey Xırman, Xanoba kəndlərində təmir bərpa işləri və yenidən qurma işləri davam edir. Yeni xətlərimiz çəkilibdir, daimi işığımız var, güclüdür. Qarda, çoğunda işıqsız qalmamışıq, işığımız daimə yanır. İşığımız yanır, dirəklərimiz təzələnir, transformatorlarımız təzə qoyulur. Baxmayaraq ki, relyefi biraz sərtdir, ona baxmayaraq işıqla bizi hər 24 saat təmin edirlər. Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədi ilə Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında elektrik şəbəkəsinin yenilənməsi və əsaslı təmir işlərini davam etdirir.